sırasına erişir, həkimlərə erişir. Dəqiqdən bir iclaslarla qorxuzur, iclas elətdirəcəm, sizi tibbi şuraya qoyacağım. Da ilişkiləri adam qalmayıb, adlarıyla, hamısının adlarını deyərlər. Mən xahiş edirəm ki, devlet baxsınlar. Təbimin rəhbəri Anar müəllimdən. Belə baş həkimləri bu tibbimizə, devlətimizə, devlətçiliyimizə qərar bulan bir insanlardır. Bu 2 dəfə imtihandan kəsilmiş bir insan gəldi, oturdu orada. Nəfər keçdi orada oturdu. Bu adi Uqar müəllim onu tanımırdı. Burada belə bir baş həkim var. Məsələn, belə deyirəm də. Yəni çünki o işçiləri gelib orada, yoxlama gelib Uqar müəllimə şikayət edilmiş ki, orada bizdən belə gülür üzümüzə, nə bilim bizdən el cavab verir, bizi saymamazlıq edir. Hemen gün xanımsan da, sen neyi demək istəyirsən? Sen şəhid ailələrini, qaziləri, işçiləri sıxmaqla, bunlara kolu cavab verməklə, vətəndaş gəlir sənin qəbula, sən telefonla danışsan. 40 dəqiqə sən telefonla danışsan, yarım saat telefonla danışsan, sən bura təbiblə danışmırsan, nə bilim, rəhbərliklə danışmırsan, heç devlet orqanları sən qədər telefonla danışmır. Gezin yanlasını telefonda belə-beləsən, dağlarla danışsan ama belə-beləsən. Bura idarədir, bura devlətin idarəsidir. Mən özümü tutu, adam icra baxsına, gözəl insan, yaxşı bir baxçımız. Ona demək istəyirəm ki, məlumatınız olsun ki, cənab baxçı, bu Günel xanım, bu vətəndaşları belə imcikliklə, bu Ağdamda vətəndaşları devlətdən, devlətçilikdən diksindirir, vətəndaşlar narazı salır. Belə bizi Ağdam xəstəxanada belə məmurlar lazım deyil. Sən bir şey olanda cavabdeh şəxs sizsiniz. Ne olsun təbibin xəstəxanasıdır. Bura Ağdam ərazisidir. Yəni sənədə deyəcəklər ki, icra hakimiyyəti təbir işinə qalır. Yaxşı qarşıma, sənədə orada bir şey olanda təbir gəlib o insanların qarşısına çıxmır. İcra baxsı çıxır vətəndaşların qarşısına. Cavabdeh şəxs Ağdam icra hakimiyyətidir, Ağdam üzrə. Gözəl insandır. Sen bu vətəndaşları niye icra hakimiyyətindən, yuxarıdan, aşağıdan bunları belə vaxtı-vaxtında yola salmışsınız ki, biz de gelip şəhid ailələri çıxış edəyək, şikayət edəyək. Niye bir onu şeylə yanaşırsınız bizə? Belə hörmətsizlik edirsiniz. Dəfələrlə sənin çepələlərin var. Yaxın müddətdə adlarla, siyahıyla çəkirəm ki, sən Ağdam xəstəxanada kimlərə problem yaradırsan. Birine xoşun gəlməyən kimi başlayırsan tibbi şuriyə bu. Cənab çox sağ olsun oranın rəhbərliyi zadı sənin sözü qabaqın cəmatı incitmir. Bundan sonra da bir yaxşı oranın cavabdeh şəxsi var, şəhid qardaşı, gözəl insan, şəhid ailələrlə, insanlarla elə davranır ki, sanki elə bir şəhid ailələrin qardaşıdır, nə bilim, ağsaqqalıdır. Gözəl insan, sən o boyda orada işlər görən insanların əməyini edirsən, puç edirsən. Sən kim qoyub ona? Sən qalındakı duaytıran kimdir ki, sən bu gücündə şəhid alır, 3 tane şehir bizi incidirsən. Nədir bunun bir madde əlində gəlbiydi lan bunu? Bu nədir? Bunu da başqa yerlərdə satışda yoxsa gerək özümüz ala. Sən kimsinə biz? Bu nə? Gerək sənin qapının altında gözləyə görə. Bax, telefonla danışıb tanıyacaq ki, biz bunun qəbuluna düşəcəyik. Mən burada Anar müəllimdən xahiş edirəm. Hər birinizin borcudur, vətəndaşlarla, şəhid ailələrlə, mülki şəxslərlə, yəni sizin işçilər yaxşı davranmalıdır. Etika ilə, estetika ilə. Yoxsa işçini, ancaq vətəndaşlar, məni şadet edirsən, şadet edir. Habaqdan olur ki, təbimin rəhbərdən müraciət, vətəndaş şəhid ailəsi, şəhid evladı deyir ki, təbimin rəhbərdən mən müraciət edəcəm, şikayət edəcəm bu öz başlarından. Şantajçı, icra hakimiyyətinə şikayət edəcəm şantajçı, devlet orqanlarına müraciət etmək şantaj deməkdir. Yox, haqqını tələb etməkdir. Bunu kim qoyub bura? Mən videoları davam edəcək, Günel xanımı xahiş edirəm devlet orqanlarından və təbimin rəhbərini alar bayramdan xahiş edirəm. Bunun haqqında bir ölçü götürün, bir araşdırın. Mən qəbul edeyim, Mən orada olan bütün öz başlıqları mən Günel həkimin öz başlıqların çok şeyler var, onların hamısını ben koyayım. Sizin mahverimizə deyim, sizin sorunun üstüne koyayım. Ben heç kimin deyəcəyim, beni bütün devlet organlarından belə, icra hakimiyyətlərimizin hamısını mən tanıyım ki, ben sözünüzün deyərəm. Bugün səhvsizə deyirəm, səhv yaxşısa onu. Ben özüm de ictimai fəaliyyəm. Özümün kanallarım var, siyam yokta az. Ben bütün vətəndaşların müraciətlərini, öz müraciətlərim kanallarda verirəm. Yani boy görsünlər ki, vətəndaşlarla belə davranmaq olmaz. Mən xahiş edirəm, sonunda artıq dərəcədə xahiş edirəm. Ağdam icra hakimiyyətindən mən xahiş edirəm.
müəllimlərindən, KBB rəhbərindən və onun müavinlərindən məni qəbul edəsin. Mən Günel haqqında dəqiq məlumatlar, informasiyalar qoyum ortaya. Verdiğim informasiyalarla başımdan cavab deyək. Xahiş edirəm bunun haqqında ölçü götürülür. Mənim videolarımda